Dəyərli abituriyentlərim, eləcə də hörmətli valideynlər, hər birinizi xoş gördüm. Mən bugün sizin qarşınızda nə dərs izahı, nə də test izahı üçün dayanmamışam. Mən bugün sizə may ayında açılacaq yeni sınaq qrupum haqqında məlumat vermək istəyirəm. Belə ki, dərslərimiz may ayının 2-sindən etibarən başlayacaq. Dərslərimiz həftədə neçə dəfə olacaq? İlk 10 gün ərzində həftə içi 5 gün, ayın 10-undan sonra isə hər gün həftə içi 7 gün sizə dərs açacağam və həmin o dərslər ən azından 2 saat davam edəcək. Yaxşı, bəs biz bu dərslərdə nə əldə edəcəyik, nə öyrənəcəyik? Baxın, bizim əsas məqsədimiz ümumi fizikanı təkrarlamaq və 2010-cu ildən sonraki bütün qəbul imtahanları, OTK-lar, model sınaqları, DİM-in öz sınaqları, həmçinin mənim özümün hazırlamış olduğum qəbul tipli sınaqları sizə işlətməkdir. Əlavə olaraq, 1-ci və 2-ci hissə fizikalarından hərəsindən bir bölmə olaraq paralel şəkildə mən sizə sual cavab edəcəm hər dərs. Və bunun üçün isə sizə hər bir mövzunun ətraflı şəkildə izah linkini göndərəcəm. Hamısını özüm izah eləmişəm. Həmçinin bu bölmələrə uyğun olaraq öz nəzəriyyələrimi də sizlərlə bölüşəcəm. Bunlardan da əlavə olaraq biz elə bil ki, DİM test toplusundan ətraflı yazılı cavab tələb olunan tapşırıqlara və güvən test toplusundan çətin tipli variantların suallarına birlikdə baxacağıq. Həmçinin mən valideynlər qrupu da açıram və valideynlər qrupunda hər bir abituriyent haqqında valideynə məlumat verirəm. Beləliklə, həm mənim, həm də valideynlərin nəzarəti altında abituriyentlər uğura-doğru addımlayırlar. Vaxtımız da, eləcə də yerlərimiz də məhduddur. Odur ki, dərsləri yazılmağa tələsin. Gələn görüşlərə dək.